Coca-Cola Şaxta babanı necə yenidən icad etdi? Bir çox insan Şaxta babanın Santa Claus'un qırmızı paltarlı, ağ saqqallı və mehriban simasının qədim nağıllardan gəldiyini düşünür. Lakin bu müasir imicin arxasında tarixin ən uğurlu marketinq kampaniyası dayanır. 1920-ci illərin sonunda Coca-Cola böyük bir problemlə qarşı-qarşıya idi. İnsanlar bu içkini yalnız yayda, havalar isti olanda içiləcək sərinləşdirici bir məhsul kimi görürdülər. Qış aylarında satışlar demək olar ki dayanırdı. Şirkətin məqsədi Coca-Cola'nı fəsil tanımayan bir içkiyə çevirmək idi. Coca-Cola'dan əvvəl Şaxta babanın vahid bir obrazı yox idi. O, bəzən uzun boylu və arıq, bəzən qorxunc bir qnom, cücə, bəzən isə yaşıl və qəhvəyi rəngli paltarlar geyinmiş bir rahib kimi təsvir olunurdu. Yəni indiki kimi sevimli və tonton deyildi. 1931-ci ildə Coca-Cola rəssam Haddon Sandblama yeni bir reklam kampaniyası tapşırdı. Şirkətin istəyi belə idi. Şaxta baba həm real görünsün, həm də insanların içini isidən bir sima olsun. Model kim idi? Sandblam Şaxta babanı çəkmək üçün təqaüdçü dostu Lou Prentice'dən ilham aldı. Prentice vəfat etdikdən sonra isə rəssam güzgünün qarşısına keçib öz üz cizgilərini Şaxta babaya köçürdü. Rəng seçimi. Şaxta babaya Coca-Cola'nın korporativ rəngləri olan parlaq qırmızı və ağ rəngli kostyum geyindirildi. Reklamlarda Şaxta baba hədiyyə paylayarkən yorulur, bir kənara oturub soyuq bir Coca-Cola içərək dincəlirdi. Bu insanlara belə bir mesaj verirdi. Əgər dünyanın ən məşğul adamı qışın ortasında Coca-Cola ilə mola verirsə, siz də verə bilərsiniz. Coca-Cola bu kampaniyanı 10 illiklər boyu davam etdirdi. Nəticədə Coca-Cola qış aylarında da satılan bir içkiyə çevrildi. İnsanlar artıq Şaxta babanı yalnız qırmızı ağ rənglərdə təsəvvür etməyə başladılar. Brend, milad və ailə anlayışları ilə birbaşa assosiasiya olunmağa başladı. Nəticə olaraq Coca-Cola Şaxta babanı yaratmadı, amma onun vizual kimliyini bütün dünyaya qəbul etdirdi. Bu, bir markanın öz rəngləri və loqosunu bir xalqın dünyanın mədəniyyətinə necə dərindən yeridə biləcəyinin ən güclü nümunəsidir.